Gəlmişkən deyim ki, Rusiya-Azərbaycan münasibətlərini tənzim edən 22-ci ilin 22 fevral müqaviləsi həmişə qüvvədə olubdu. Yəni lap o təyyarə hadisəsi dövründə də qüvvədə olubdu. Ondan sonrakı qarşıdurma dövründə də qüvvədə olubdu. Yəni nə Rusiya tərəfi, nə də Azərbaycan tərəfi o bəyannamədən imtina etmək barədə hansısa bir fikir səsləndirməyiblər. Rusiya-Ukrayna müharibəsi başlamazdan 2 gün əvvəl Moskvada Azərbaycanla Rusiya arasında müttəfiqlik birgə fəaliyyəti haqqında bəyannamə imzalandı. Bəyannaməni iki dövlətin başçısı imzaladığına görə bu dövlətlərarası beynəlxalq müqavilə hesab olundu. Azərbaycan Konstitusiyasının 95-ci maddəsinə görə dövlətlər arası müqavilələr parlamentdə təsdiq olunmalıdır. Və yalnız parlamentdə təsdiq olunduqdan sonra bu müqavilələr qüvvəyə minə bilər. Ancaq 2022-ci il fevralın 22-sində imzalanmış həmin bəyannamə bu günə qədər nə Azərbaycan parlamenti tərəfindən, nə də Rusiya parlamenti tərəfindən təsdiq olunmuyor. Bu səbəbdən qüvvəyə də minməyib. Ancaq Cəmil Həsənli deyir ki, həmişə qüvvədə olub. Niyə bu cür bəyanat verir? Çünki bunu da bilmir. Çünki heç vaxt özündən ziyyət verib, nəyisə dərindən öyrənməyib. Görünür, bu insanın xarakterində belə bir şey var. Dərindən öyrənə bilmir bu insan. Dərindən araşdırmaq qabiliyyəti yoxdur. Və nə cür olub ki, bu professor olub, elmlər doktoru olub, kitablar yazıb. Axı, alim dediyin insan, alim xarakteri ondan ibarətdir ki, hər şeyi dərindən araşdırsın, diqqətlə öyrənsin. İndi deyir ki, bu həmişə qüvvədə olub və bunda nə ilə əsaslandırır? Heç kim, nə Rusiya tərəfdən, nə Azərbaycan tərəfdən bu müqavilənin, bu bəyannamənin qüvvədən düşdüyünü bəyan eləməyibsə, deməli qüvvədə olub deyir. Halbuki Konstitusiyanı oxumuş olsaydı, bilərdi ki, bu müqavilə yalnız parlamentlər tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minə bilər. Həqiqət bundan ibarətdir. Və bundan ötürü çox əziyyət çəkməyə də ehtiyac yoxdur. Adi insanlar da bunu araşdıra bilərlər. Nəinki elmlər doktoru, professor, dünya şöhrətli alim Cəmil Həsənli.